Ötən il su təchizatı baxımından Naxçıvan Muxtar Respublikasında müəyyən çətinliklər müşahidə edilmişdi. Bunu Baş nazirin müavini Şahin Mustafayev Bakı və Abşeron yarımadasında su təchizatına dair müşavirədə deyib. O bildirib ki, belə ki, ötən il ərzində əsas 2 su anbarına tutumu 150 milyon kubmetr olan Arpaçay su anbarı və tutumu 100 milyon kubmetr olan Heydər Əliyev su anbarına daxil olan suyun həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə təqribən yarı 200 milyon kubmetrdən artıq azalmışdı. Tapşırığımıza uyğun olaraq Naxçıvan Muxtar Respublikası üzrə su ehtiyatlarından səmərəli istifadə və əhalinin su ilə dayanıqlı təchizatı məsələsi komissiyanın fəaliyyəti çərçivəsində ətraflı müzakirə edilmiş, problemlərin köklü şəkildə həlli ilə bağlı görüləcək tədbirlərin ilkin layihəsi hazırlanmış və yekunda diqqətinizə təqdim ediləcəkdir. Eyni zamanda Bakı şəhərində və Abşeron yarımadasında içməli su təchizatına, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair sizin rəhbərliyinizlə keçirilən bugünkü müşavirə su ehtiyatlarının səmərəli istifadə edilməsinə, əhalinin dayanıqlı və keyfiyyətli içməli su və sanitariya xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xüsusi töhfə verəcəkdir.